Hər vaxtınız xeyir olsun əziz uşaqlar. Bizim şüarımız necə idi? Hər zaman dediyimiz kimi, öz gələcəyinizin mimarı məhz siz özünüzsünüz. Bu gələcəyi necə inşa etmək məhz sizin əlinizdədir. Odur ki, gələcəyimizi gözəl inşa etmək üçün başlayaq dərsimizə. Uşaqlar, biz bugün sizinlə 8-ci sinif fizika dərsliyində qüvvə momenti mövzusunun öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqlara baxacağıq səhifə 39-da. Mən sizinlə hər zaman PDF-dən işləyirdim bu məsələləri və bir sıra dəyişikliyin olduğunu gördüm kitabdakı ilə. Odur ki, artıq sizə kitabdakı ilə eyni olan bir şəkli, yəni kitabdakının eynisini tətbiq etməyə başlayacağıq. Elə isə keçək tapşırıqların izahına. Uşaqlar, öyrəndiklərinizi tətbiq edin hissəsində A variantında bizdən soruşur ki, linki təsir edən qüvvələrdən hansı onun saat əqrəbinin əksi istiqamətində, hansı saat əqrəbinin əksi istiqamətində fırlatmağa çalışır? Fikir verəyin uşaqlar, link verilib və burada dayaq nöqtəsi verilib, düzdürmü? Və onun üzərinə bir tircik qoyulub. Bu tirciyi həmin bu linki aşağıya doğru, öz kütləsini aşağıya doğru çəkir və bir də elastiklik qüvvəsi tətbiq olunur. Yəni, elastik yaya linkin digər ucu bağlanır və elastiklik qüvvəsi linki yuxarıya doğru dartmağa çalışır. Və bu qüvvələrin istiqamətini nəzərə alsaq, özümüz də aşkar görə bilərik ki, yay linki yuxarıya doğru dartmağa çalışır. Yuxarıya doğru dartmağa çalışdığına görə, bax, fikir verin, bu link yuxarıya doğru dartmağa çalışmır. Demək ki, saat əqrəbinin əksi istiqamətində fırlatmağa çalışır. Baxın, qüvvənin istiqaməti yuxarıya doğrudur. Yuxarıya doğrudursa, mən bunu çevrəyə tamamlasam, saat əqrəbinin əksi istiqamətində hərəkət etmiş olacaq. Demək ki, yay linki yuxarıya doğru, yəni saat əqrəbinin əksi istiqamətində dartmağa çalışır. Amma tirciyə fikir versəz, tirciyin kütləsi aşağıya doğrudur. Burada fikir versəz uşaqlar, tirci linki aşağıya doğru dartmağa çalışır, düzdürmü? Mən bunu çevrəyə tamamlasam, fikir verin, demək ki, link saat əqrəbi istiqamətində hərəkət edir. Baxın, deməli, bu tirciyə təsir edən qüvvə aşağıya doğrudur. Mən bu qüvvəni çevrəyə tamamlasam, saat əqrəbi istiqamətində hərəkət etmiş olur. Onda biz cavabı yazsaq, A variantında olur ki, deməli, yay saat əqrəbinin əksi istiqamətində, amma bu tirci isə saat əqrəbi istiqamətində hərəkət etməyə çalışır. Və B variantını yoxlayaq. B variantında deyir ki, linkə təsir edən elastik qüvvəsi 10 Newton olarsa, onun ortasında yerləşmiş tirciyin kütləsi nə qədərdir? Bəli, baxın uşaqlar, maraqlı sualdır əslində. Diqqətlə fikir versəz, rahatlıqla anlayacaqsınız. Biz bilirik ki, qüvvə momentinin düsturu necədir? Ümumiyyətlə, momentlər qaydası necədir? Burada özümüzə bir ağ səhvə açsaq, uşaqlar, sizə rahatlıqla başa salım deyə. Biz bilirik ki, uşaqlar, momentlər qaydasının düsturu M1 bərabərdir M2-dir. Düzdür? Mən bunu tətbiq etsəm, M1-in yerinə nə yazacağam? F1 vurulsun D1 bərabərdir F2 vurulsun D2. Düzdür uşaqlar? İndi bizdən soruşur ki, uşaqlar, baxın, fikir verin. Deməli, mənə həm qüvvə, həm də qüvvə qolu lazımdır. Fikir verin, baxın uşaqlar. Burada elastiklik qüvvəsi 10 Newton deyir. Demək ki, baxın, özü də burada göstərib. Elastiklik qüvvəsi burada var 10 Newton. Yazın bura. F2 bərabərdir 10 Newton. İkincisindədir. Bəs bunun elastiklik qüvvəsinin qüvvə qolu nə qədərdir? Fikir versəz əgər, burada tirci tən ortadadır, düzdür. Demək ki, buradan bura qədər olan məsafə, tutaq ki, L-dirsə, buradan bura qədər olan məsafə nə qədər olacaq uşaqlar? Bura L-dirsə, digər də L-dir də, düz deyil. Deməli, bura 2L-dir. Burasını silim ki, mane olmasın bizə. Onda mən momentlər qaydasını tətbiq etsəm, baxın, F1 də nədir? Bu tirciyin öz kütləsi olduğuna görə ona təsir edən qüvvə, bura yazsam F1.
F1 vurulsun el, yəni bax bunun qüvvə qolu bərabərdir. F2 öz yerində, F2-də 10 Newton verib də, yazaq 10 Newton. O vurulsun. D2 nə qədərdir bə? Bax, D2 də burada 2 eldir də. 2 el. İndi bizdə deyir ki, tirciyin kütləsini hesablayın. Deməli, mən F-i kütlə ilə ifadə etməliyəm. Biz bilirik ki, F-in düsturu nədir? F bərabərdir mg-dir. Düzdür? Gətirib indi F-in yerinə mg yazaq. Mg vurulsun L bərabərdir. 10 vurulsun 2L. İndi buradan M-i tapaq uşaqlar. M bərabərdir. 10 vurulsun 2L bölünsün J vurulsun L. Burada L'lər ixtisar gedəcək. Nə qalacaq burada? Bərabərdir. 10 vurulsun 2 bölünsün J-nin də yerinə 10 yazacağım. Çünki biz bilirik ki, J-nin qiyməti 10-a bərabərdir. J bərabərdir 10. Sar gedəcək, qalacaq burada 2 kiloqram. Tapdım ki, deməli, tirciyin kütləsi M bərabərdir 2 kiloqramdır. Belə aydın olmuş oldu yəqin ki, bir daha üzərindən istəyirsiniz keçəyin uşaqlar. Deməli, əvvəlcə nə edəcək? Əvvəlcə bilmək lazımdır ki, tirci tam mərkəzdən qoyulub. Deməli, tirciyə qədər olan məsafə L-dirsə, digər məsafə də L-dir də, düzdür? Məhz ona əsaslanaraq tirciyə qədər olan məsafəni L yazsam, bu elastik yaya qədər olan məsafə, axı bu 2L-in qurtaracağıdır. Ona görə bura 2L yazıram. Və momentlər qaydasını tətbiq edirəm. F1-in D1-ə, F2-in də D2-ə bir-birinə bərabərdir. Yerinə qoyacağım və həll edəcəm. Daha sonra uşaqlar indi sizinlə keçək öyrəndiklərinizi yoxlayın hissəsinə. Öyrəndiklərinizi yoxlayın hissəsində bizdən soruşur ki, uşaqlar, qüvvə momenti hansı kəməklərdən asılıdır? Qüvvə momentinin düsturu nədir? Momentin düsturu biz bilirik ki, F bərabər, daha doğrusu M bərabərdir, F vurulsun D-dir. Deməli, qüvvə momenti həm burada F-dən asılıdır, həm də D-dən asılıdır. Hər ikisi ilə də düz mütənasib asılıdır. Onda qüvvə momenti həm qüvvədən, yazaq buradan, həm qüvvədən və həm də qüvvə qolunun uzunluğundan. Qüvvə qolunun uzunluğu. Hər ikisindən asılıdır. Daha sonra keçək uşaqlar indi ikinci tapşırığa. İkinci tapşırıq da maraqlı tapşırıqdır. Momentlər qaydasını bildikdən sonra həll etmək asanlaşacaq sizə uşaqlar. Baxın, ipin gərilmə qüvvəsi 4 Newton olarsa, burada ip hanı? Bax, burada da düzdür. Bu gərilmə qüvvəni də bizə verib 4 Newton. Gəlin yazaq burada. F bərabərdir 4 Newton. Qabın və içindəki mayenin birlikdə kütləsini hesablayın. Yəni, bizdən bunu soruşur. F bərabərdir sual şəxsi. Niyə görə F yazdım? Çünki F-i bildikdən sonra M-i tapmaq artıq asandır. Momentlər qaydası necə idi uşaqlar? Bax, bir daha deyirəm, yadımızda qalsın. Momentlər qaydası qüvvənin, yəni F1-in D1-ə hasili bərabər olmalıdır F2-nin D2-ə hasilinə. Tətbiq etsək, yazarıq ki, F1 vurulsun D1 bərabərdir F2 vurulsun D2. F1-imiz niyə bərabərdir? Bilmirik. Yazaq yerinə. İstəsəz buradan kütləyə də keçə bilərik. F-in yerinə mg yazaraq da düzdür. Çünki bizdə buradan kütləni soruşur. Mg vurulsun D1 bərabərdir F2 vurulsun D2. İndi buradan m-i tapsam, aşağıda burada yazıram. M bərabərdir F2 vurulsun D2 bölünsün J vurulsun D1. İndi hər birin yerinə qoyaq uşaqlar. F2-miz nə qədərdir? F2-miz bu idi də 4. Vurulsun. Baxın uşaqlar, burada qüvvə qolumuzun uzunluğu nə qədərdir? 6 sm. 6 sm-də biz bilirik ki, 6 vurulsun 10 üstü mənfi 2-dir. Yazacağım indi bura. 6 vurulsun 10 üstü mənfi 2. Bölünsün. J-imizin qiyməti 10. Vurulsun. D1 də bax buradan bura qədər olan məsafədə də düzdür. Burada da verib ki 15 sm.
15 santim nə qədərdir bə? Metrə çevirsək. 15 vurulsun 10 üstü mənfi 2. Yazacağım 15 vurulsun 10 üstü mənfi 2. İndi ixtisarlarımızı aparsaq, 10 üstü mənfi 2-lər ixtisar oldu. 24-ü böləcəm 150-yə. 24-ü də 150-yə bölsəm, edəcək 0,116 kiloqram. Deməli, biz tapdıq ki, bizim qabın içərisindəki mayenin birlikdə kütləsi 0,116 kiloqrama bərabərdir. Belə uşaqlar, ümid edirəm ki, tapşırıq izahları sizə aydın olmuş oldu. Hər zaman dediyimiz kimi, öz gələcəyinizin memarı məhz siz özünüzsünüz. Bu gələcəyi necə inşa etmək sizin əlinizdədir. Gələcəyimizi gözəl inşa etmək üçün gələn görüşlərə dək. Sağ olun uşaqlar.